19 fevral bürclər nə deyir? Kanala abunə olmağı unutmayın. Qoç bürcü. Keçmişə qarşı bir qisas almaq fürsətiniz olacaq. Özünüz və dəyəriniz haqqında daşıdığınız bir şübhədən qurtulacaqsınız. Xoş sürprizlər gözləyir. Xüsusən də çox təcrid olunmuş bir həyat yaşayırsınızsa. Əhval-ruhiyyə. Şəxsi həyatınızın çox uzun dövrlər ərzində obyektiv qiymətləndirmələrini aparmaqda heç bir çətinlik çəkmirsiniz. Təbii impulslarınızı saxlamırsınız, amma bunun sizə qarşı istifadə edilməməsinə diqqət edin. Sevgi həyatı. Günün hissi həssaslığı başqalarının bütün təsirlərinə açıqdır. Buna görə də samanı buğdadan ayırmağı bilin. Rast gəldiyiniz insanların hər biri bir enerji yayacaq. Onu süngər kimi udmayın. Daxili varlığınız hissi olaraq özünü qorumağı öyrənməlidir. Evli olanlar. Tərəfdaşınıza olan bağlılığınızı sübut etmək istəyirsiniz. Günün atmosferi sizi saymadan, hətta qarşılıq gözləmədən verməyə təşviq edir. Diqqət! Tarazlıq axtarışı fikirlərinizi məşğul etməli və xüsusən də evlilik sevgi davranışlarınızı təsir etməlidir. Subaylar. Başqalarına qarşı xeyirxahlığınızı ifadə etmək üçün ideal gün. Bu faydalı atmosfer altında bir sevgi hekayəsi başlaya bilər, əgər onun həqiqi və qarşılıqlı olmasını qəbul etsəniz. Ehtişam bəzən xeyirxahlığın neytral maskası altında gizlənir. Gözlərinizi dörd açın. Pul axışı. Edəcək xərcləriniz varsa, səma sizi qoruyur. Amma hədlərinizi aşmayın. Öz maraqlarınızı müdafiə edirsiniz və heç kimin yolunuzu kəsməsinə çətinliklə dözürsünüz. Həssas bir layihəni müdafiə etməli ola bilərsiniz. İş həyatı. Daha çox sentimental sahə ilə məşğul olaraq işlə bağlı fikriniz yoxdur. Gərginliklərin azalması və ya qaranlıq sahələrin aradan qalxması üçün günün sonunu gözləməlisiniz. Nə olursa olsun, sakit qalın. Bütün bunlar müvəqqətidir. Asudə vaxtı. Görünüşünüzə qulluq etmək və nəvazişli dünyada inkişaf etmək istəyirsiniz. Çoxlu xeyirxahlıq və effektiv strategiya sərf edirsiniz. Bugün xoşunuza gələni etmək üçün mükəmməl vaxtdır. Buğa bürcü. Döyüşkən, inadkar və eyni anda optimist olaraq, əlaqə müqavimətləri ilə doğru bucaqdan üzləşəcəksiniz. Fikir mübadiləsi aparacaq və öz baxış bucağınızı inamlı və diplomatik şəkildə izah edəcəksiniz. Əhval-ruhiyyəsi. Bugün intuisiyanıza və potensialınıza arxalana bilərsiniz. Beləliklə, fikirlərinizi təqdim etmək, yaxşı həlli yollar tapmaq, konstruktiv hərəkət etmək və müsbət rəy almaq üçün daxili səsinizə və praqmatizminizə tam güvənin. Sevgi həyatı. Böyük və geniş bir şey tərəfindən qidalandığınızı və ilhamlandığınızı hiss edirsiniz. İnanılmaz bir intuisiya sizi böyük sevgi yaşamaq üçün yaradıldığınızı və taleyinizin ehtiyaclı hisslərlə dolu olduğunu xatırladır. Evli olanlar. Duonuz bir nemətdir, çünki o özündən və öz arzularından doğur. Bu ləzzətli sürprizlərlə dolu bir təcrübədir. Çünki siz və digər yarınız özünüzə qulluq etməyə qərarlısınız və bu yəqin ki, sizi daha böyük bir evə köçməyə və ya tərafətləndirici səfərə çıxmağa aparır. Subaylar. Bu günü özünüz və həqiqi arzularınızın bir vəhyi kimi yaşayırsınız. Artıq geri çəkilmək söhbəti ola bilməz. Sizi hərəkətə gətirəni, sizi sınaqdan keçirəni cəlb edəcəksiniz. Və bu taleyə, artıq yazılmışa və köhnə inanclarınıza qarşı bir qələbə ilə nəticələnə bilər. Nə enerji? Asudə vaxtı. Bir kiçik buludun üzərindəsiniz. Nəhayət, aşkar şəkildə sizin xeyrinizə işləyən bir planetar təsirdən təsəlli tapırsınız. Qərar verdiniz. Hədiyyələr sizin üçündür. Əkizlər bürcü. Parıldamağa və heyranlarınızı heyrətləndirməyə çalışmayın. Səma evdəki atmosferi pozur və əylənmək əhvalında deyilsiniz. Diqqətli olun və ən təxirə salınmaz məsələlərə hazırlaşın. Dəyişdirilməli davranışlar, düzəldilməli münasibətlər var. Əhval-ruhiyyə.
Tək bir arzunuz olacaq: peşə həyatınızdan ayrılmaq, hay-küydən uzaqlaşmaq. Ağlınız qətiyyən işdə deyil. Diqqətsizliklərdən və onların nəticələrindən ehtiyat edin. Sizi nazlamağa gərək yox, sözlərinizi ölçün biçin ki, düşüncələrinizi aşmasın. Sevgi həyatı. İki arada qalıb, iki insan arasında seçim edə bilmirsiniz, cavab tapa bilmirsinizsə, həqiqətən nə istədiyiniz barədə düşünmək üçün vaxt ayırın. Niyə seçimlərinizə tələsməlisiniz? Rahatlayın, tələsməyə ehtiyac yox. Evli olanlar. Tərəfinizə gündəlik vərdişlərinizin bəzilərini dəyişdirməyi təklif etməklə münasibətinizi təzə bir hava gətirirsiniz. Lakin tərəfiniz dərhal sizin fikrinizlə razılaşmalıdır. Çox inandırıcı olmalısınız. Sübaylar. Haz-hazırda biri ilə görüşsəniz və münasibətiniz müsbət inkişaf edir kimi görünsə belə, onu sual altına qoyursunuz. Sevdiyiniz insandan daha çox şey əldə etmək istərdiniz. Bunu ona söyləmək üçün gözləməyin. Pul axışı. Müəyyən bir inam çatışmazlığı davam edən danışıqları asanlaşdırmır. Bu baxımdan biraz fasilə vermək sizin üçün müdriklik olardı. Yersiz reaksiya verməmək üçün geri çəkilib baxmaq lazım olacaq. İş həyatı. Deyilməmiş məsələlər və potensial çətinliklər arasında üzdüyünüzə dair qeyri-müəyyən bir hissiniz var. Narahatlıqlarınız əsaslı deyil, amma ay müəyyən bir qeyri-müəyyənlik yaradır. Ayıq olun, tezliklə cavablar alacaqsınız. Asudə vaxtı. Özünüzə qarşı dürüst qaldığınız müddətcə intuisiyalarınıza arxalana bilərsiniz. Həqiqətən də təsəvvürünüz sizi asanlıqla dramatizasiyaya aparır. Əgər bunun fərqindəsinizsə, hadisələri daha asanlıqla yerli yerində qoya biləcəksiniz. Xərçəng bürcü. Dostlarınızdan və sosial həyatınızdan zövq alırsınız. Başqaları ilə münasibətləriniz çox xoşdur. Daha çox xeyirxahlıq və qarşılıqlı hörmət var. Şəxsi əlaqələriniz xüsusilə faydalıdır. Dost qazanmaq vaxtıdır. Əhval-ruhiyyəsi. Bugün potensial problemlərdən yan keçmək və effektiv həll yolları tapmaq üçün cəsarət və təsəvvür göstərəcəksiniz. Özünüzlə fəxr edəcək və nəticələrdən məmnun qalacaqsınız. Beləliklə, özünüzü daha yüngül və gələcəyə daha inamlı hiss edəcəksiniz. Tamamilə müsbət. Sevgi həyatı. Hissi səviyyədə xüsusi və intensiv bir gündür. Tərəfinizlə əlaqə qurmağa və ürəyinizin həmişə onlar üçün nə ilə döyündüyünü onlara bəyan etməyə vaxt itirmirsiniz. Tamamilə xoşbəxtsiniz. Evli olanlar. Daxili təhlükəsizlik hissiniz qiymətlidir və tərəfiniz bunda mütləq pay sahibidir. Bugün sizi bir-birinizə güclü instinktiv hisslər bağlayır. İstər fiziki, istərsə də mənəvi səviyyədə. Hər halda sizin duonuz sadəcə birlikdə olmaqdan fəlqəladə bir xoşbəxtlik hiss edir. Sübaylar. Bir sehirbaz və ya dil sehirbazı kimi hərəkət edən və cəlb edən güclü, hətta sentimental duyğular yayan o xüsusi auraya sahib ola bilərsiniz. Təbii olaraq valeh edici olan o əlçatmaz keyfiyyətə sahib olduğunuz üçün bir yadı cəlb etdiyinizə təəccüblənməyin. Sirrinizi bilmək istəyərdilər. Pul axını. Maddi yüksəliş və ya maddi dəyişiklik üçün bir fürsət xəbər verilir. İnamınız haqlıdır. Bir çıxmaz vəziyyətdən çıxmaq üçün sizə spontan olaraq taliyə yüklü bir seçim gəlir. Bugün heçsiz bir şansınız olacaq. Beləliklə, hesablarınızı tarazlaşdırmaq üçün fürsətdən istifadə edin. İş həyatı. Bir rəhbərə qarşı hər hansı şikayətiniz və ya deyəcək sözünüz varsa, çəkinməyin. Ulduzlar vəziyyətlərin dialoqla yenidən qiymətləndirilməsi üçün əlverişlidir. Doğru strategiyanı qurursunuz. Asudə vaxtı. Dostlarınız həyatınızda öz yerinə sahibdir. Hətta bu onlarla tarot oyunu və ya rəqs dərsi kimi tanış olmadığınız fəaliyyətlərə aparmaq da olsa. Özünüzü azad etmək və tabe olmaq arasında tarazlığı necə qurmağı və tarazlıq nöqtəsini tapmağı bilirsiniz. Şir bürcü.
Özünüzə inamınız olacaq. Bəlkə də bəzi insanların zövqü üçün biraz çox və bu səhv başa düşülə bilər. Daxili enerjiniz yuxunuzun keyfiyyəti ilə güclənir. Bunu müsbət hiss edirsiniz. Bu istiqamətdə davam edin. Əhval-ruhiyyə. Münasibətləriniz barədə arxayınlığa, təsirli şəkildə hərəkət edə bilməzdən əvvəl populyarlığınızın konkret sübutunu görməyə ehtiyacınız var. İsti əlaqələrə ehtiyacınız var və siz onları tapırsınız. Sevgi həyatı. Güclü xarakter və həyatı dolu-dolu yaşamaq ehtiyacı adətən güclü şəxsiyyətin əlamətləridir. Bugün ay hər kəsi qarşılayır, son dərəcə empatiyalıdır. Ancaq bütün imkanlara qapını çox da açıq qoymayın. Evli olanlar. Gününüzün bir qədər qeyri-müəyyən keçməsi mümkündür. Hər 5 dəqiqədən bir fikirləriniz dəyişir və həqiqətən yerinizdə qala bilmirsiniz. Tərəfdaşınız bunu sizə deyir və biraz daha az ifrata varmamağınızı xahiş edir. Subaylar. Temperamentiniz idealist dəyərlər və böyük bir mütləq susuzluğu ilə güclənir. Əgər ardıcıllıq göstərməkdə çətinlik çəkirsinizsə, bu ayın 2 arada qalmasındandır. Sevgi taparaq ən əziz arzularınıza çatmağın yolunu tapacaqsınız. Pul axışı. Daha sakit bir gün gözlənilir. Maliyyənizi stabilləşdirə və biraz pul ayırmağı bacara bilərsiniz. Sevgi həyatında qurulmuş cütlüklər müəyyən bir rahatlıq əldə edir. Nailiyyətlərinizə fokuslanaraq dinamik şəkildə irəliləyirsiniz. İş həyatı. Yeni bir vəzifəyə göz dikmisinizsə, şansınızı yoxlamaq üçün nə gözləyirsiniz? Sadəcə atılmaqdan qorxduğunuz üçün boş bəhanələr uydurmayın. Prioritetlərinizi yenidən qiymətləndirin və tərəddüd etmədən irəli atılın. Asudə vaxtı. Sosial mövqeyinizi gücləndirməyə qərarlarmısınız? İqlim inkişafınız üçün kifayət qədər əlverişlidir. Tək ki sizi irəliləməkdən saxlamayacaq, amma bəzən səbirsizlikdən yerinizdə otura bilməyəcəyiniz bəzi gecikmələri qabaqcadan görəsiniz. Qız bürcü. Xeyirxah əhval-ruhiyyədəsiniz. Ətrafınızdakılara faydalı şəkildə vaxt ayırmağa daha çox meyillisiniz. Tarazlıq geri qayıtdı. Hərəkət etməzdən əvvəl daha çox vaxt ayırırsınız. Özünə inamınız güclənir. Hər şey müsbətdir. Əhval-ruhiyyəsi. Gün hisslərinizi gücləndirmək, rifah, ciylik və nəvazişlə dolu gözəl anlar paylaşmaq, ailə bağlarınızı harmonikləşdirmək və həyata gülümsəmək üçün əlverişlidir. Beləliklə, özünüzdən bundan məhrum etməyin. Sevgi həyatı. Başqalarını anlamaq qabiliyyətiniz artır və sevgi daha mənəvi və şəfqətli bir səviyyəyə çata bilər. Həssaslığınız artıq daha yüksəkdir. Başqalarına əl uzadırsınız və istər subay olun, istərsə də olmayın, aşiq ola bilərsiniz. Evli olanlar. Günün başlanğıcında digəri bütün yeri tutur və onların reaksiyasından asılı vəziyyətdəsiniz. Heç bir manevr imkanınız yoxdur. Bu, problem yaratmamalı bir vəziyyətdir. Çünki ulduzlar sizi dəstəkləyir və romantik münasibətlərinizi qoruyur. Subaylar. Sevgiyə baxış tərzinizi dəyişir və əvvəlcə bilinməyən mühitləri kəşf edirsiniz. Fərqli fikirləri, fəlsəfələri və metodları olan yeni insanlarla tanış olursunuz və bu da hisslər haqqında düşüncələrinizi zənginləşdirir. Pul axışı. Bu, müsbət bir gündür və eyni şey maliyyəyə də aiddir. Gəlir əldə etmək üçün fərqli yollar axtarın. Bir çox imkanınız olacaq. Bir işiniz və ya şirkətiniz varsa, bu gün dəyişiklik etmək üçün ideal bir gündür. İş həyatı. Bugün göz ucuyla hərəkət edin, amma yenə də sükanı möhkəm tutun. Sizi izləyir və göz qarşısında saxlayırlar. Fürsətiniz varsa, təzyiqi yüngülləşdirməyə və tərəfdaşlarınızın tələblərinə cavab verməyə imkan verəcək fasilələr verin. Asudə vaxtı. Şöhrətiniz artır. Optimizm, ceylik və rifah sosial həyatınızda üfüqdədir. Daha nə istəyə bilərik? Enerji ilə dolusunuz və ən böyük zövqünüz üçün özünüzü həyəcanlandırıcı fəaliyyətlərə atacaqsınız. Tərəzi bürcü. Qısa müddətli səfərlər təşviq olunur. Gündəlik iş rejiminizdən çıxmağa ehtiyacınız var.
Bu hərəkət sizə təravət verəcək. Mənəvi vəziyyətiniz əladır və həyat tərzinizdə müsbət dəyişikliklər etməyə hazır olacaqsınız. Əhval-ruhiyyəsi. Layihələriniz diqqət mərkəzindədir və həmkarlarınızın təsdiqini alır. Ürəyinizə yaxın olan bir plan qura bilərsiniz. Sakit qalın və əgər qarşıdurma cəhdi olarsa, ətrafdakı təzyiqə qarşı durmağa çalışın. Sevgi həyatı. Daha nifaq yox, barışmaq arzusundasınız. Səhifəni çevirməyə və daha əsəbiləşməməyə qərar verirsiniz. Sadə, kiçik sevinclər sizə uyğun gəlir. Bundan sonra üstünlük verdiyiniz formul budur. Dəyişiklik var. Evli olanlar. Tərəfdaşınızla birlikdə faydalı bir dəyişiklik özünü göstərəcək. Sizin yorucu və münasibətiniz üçün zərərli hala gələn bəzi vərdişləri dəyişməkdən başqa çarəniz olmayacaq. Rəhbərliyi siz götürəcəksiniz və hər şey daha yaxşı olacaq. Sübaylar. Biraz həddini aşan və çox israrlı olan bir pərəstiş səbəbindən narahatsınızsa, bunu nəzakətlə və xeyirxahlıqla ona bildirin. Əgər maraqlanmırsınızsa, bu sizin haqqınızdır. Yeni bir insanın cazibəsinə qapılmalısınız. Pul axını. Bu yaşadığınız ən yaxşı iqtisadi dövr deyil, amma başqaları üçün də bolluq olmadığını görərək özünüzü təsəlli edə bilərsiniz. Cüzdanınızın daha yaxşı dolmasını istəyirsinizsə, özünüzü biraz silkələməli olacaqsınız. İş həyatı. Nadir hallarda təşəbbüs göstərirsiniz, amma böyük, xoş niyyətlə uyğunlaşırsınız. Bu, hər hansı bir takım işi üçün yaxşı atmosferdir, müstəqil və ya rəhbərlikdəsinizsə, biraz da az olur. Asudə vaxtı. Uyğunlaşma qabiliyyətiniz başqaları ilə təbii əlaqə qurmağınıza imkan verir. Bununla bərabər, məşq çatışmazlığı səbəbindən tez yorulmağa meyillisiniz. Kiçik narahatlıqlarınızı öhdəsindən gəlməyə saxlayırsınız. Əqrəb bürcü. Bugünün hadisələri sizi müsbət mənada fəlsəfi düşüncələrə sövq edir. Gələcəyiniz üçün yaxşı qərarlar verəcəksiniz. Rifah kapitalınızı qorumaq üçün yaxşı qərarlar qəbul etmək də yaxşı olardı. Ağıllı olmaq sizdən asılıdır. Əhval-ruhiyyə. Mübadilələrinizi anlayış, xeyirxahlıq, dözümlülük və nəvaziş gətirmək üçün bütün lazımi imkanlara sahibsiniz. Müzakirələr xoş və sakit keçəcəyi gözlənilir. An rahatlamaq və dincəlmək üçün də idealdır. Beləliklə tam həzz alın. Sevgi həyatı. Kiçik bir romantik buludda üzürsünüz və ürəkləri fəth etmək üçün görünüşünüzə önəm verirsiniz. İstər ruh yoldaşınızı artıq tapmısınızsa, bu tərəfdaşınız olsun, istərsə təksinizsə, sübaygir ürək. Evlənənlər. Bugün ən saf formada xoşbəxtlikdir. Sevgiyə tam həvəslə sarılırsınız. Tərəfdaşınız sizə olan hisslərini sübut edir, fikirlərinizi həyata keçirməyə kömək edir və hərəkətlərinizi enerji verir. Eyni istiqamətə baxır və eyni arzuları paylaşırsınız. Sübaylar. Bugün tamaşaçıları heyran edirsiniz və ruh yoldaşınızı axtarmaq üçün fürsətdən istifadə edə bilərsiniz. Axtarışınızı uğurla başa çatdırmaq üçün bütün lazımi dəstəyə sahibsiniz. Səma sizə ahəngli ünsiyyət təmin edir. İstədiyiniz hər kəsi valeh edəcəksiniz. Pul axını. Ətrafınız səxavətli və açıq fikirlidir. Yaxşı investisiya ideyalarınızı sizi izləyə biləcək olanlara təklif etmək üçün doğru vaxtdır. Maliyyə proyektlərinizi böyük istedad və rahatlıqla həyata keçirirsiniz və dəstək alacaqsınız. İş həyatı. Əsəbi karakteriniz bugün səfərbərlik edilən böyük enerjilər tapır. Xoşbəxtlikdən onları doğru istiqamətdə yönəldirsiniz. Ətraf mühitiniz stresli olsa belə, onun öhdəsindən gəlməyi bacarırsınız. Asudə vaxtı. Əgər yoxsullara kömək etmək sizi cəlb edirsə və ya hiss imperiyasından uzaq bir inzivaya çəkilməyə can atırsınızsa, özünüzü xoşbəxt hiss edəcəksiniz. Heyranlarınızın heyran gözlərində parıltılar yaratmaq qabiliyyətiniz var. Ox atan bürcü. Şeytana paxıllıq etməkdən çəkinin. Müqəddəslik ətrində deyilsiniz və hər şeyə qəzəblənməkdənsə təmkinli olmaq daha yaxşı olardı. Başqalarının fikirlərinə hörmət etməsəniz, bunun əvəzini ağır ödəyə bilərsiniz. Əhval-ruhiyyə. Tələsməyin mənası yoxdur, deyir atalar sözü.
Sevdiklərinizə yetişməyə çalışıb özünüzü yormayın. Hər kəsin öz tempi var və gündəlik həyat yaxşı idarə olunacaq. Hisslərinizi sadəcə ifa etməkdə biraz çətinlik çəkirsiniz. Dərhal böyük məsələ yaradırsınız. Sev həyatı. Həmsöhbətlərinizin aydınlığı yoxdur və siz cansıxıcı olduğunuz mövzulara daxil olmaq istəmirsiniz. Yəqin ki, hisslərinizi ifa etməkdə çətinlik çəkəcəksiniz və ətrafınızdakılar buna görə sizi qınaya bilərlər. Evli olanlar. Sizin fikrinizcə, tərəfdaşınızın aydınlığı yoxdur. Amma hər baxış bucağı fərqlidir və siz də mütləq doğru yolda deyilsiniz. Kimin haqlı olduğunu anlamağa çalışmayın. Vaxtınızı itirərsiniz və hazırda hökm sürən sakit atmosferdən həzz ala bilməzsiniz. Subaylar. Təbii impulslarınızda ləngiyirsiniz və ən çox səy və yaxşı əhval-ruhiyyəsi sərf etsəniz də, sözləriniz qarşılıqsız qalır. Başqalarının istəksizliyi sizi ciddi şəkildə əsəbləşdirməyə başlayır. Amma özünüzü qapdırmayın. Bütün bunlar tezliklə geridə qalacaq. Pul axışı. Pul narahatlıqlarınızın mərkəzindədir. Amma bugün onu detal-detaş incələməlisiniz. Duyğularınızın intensivliyi məntiqli düşünməyə mane olur. Böyük müzakirələri sonraya saxlamaq daha müdrik olardı. İş həyatı. Əsəbi olduğunuz şübhəsiz, kiçik partlayışları unudun. Çünki ofisdə hər kəsi özünüzə qarşı qaldıracaqsınız. Müttəfiq qazanmaq üçün niyə fərqli, demək olar ki, fəlsəfi bir davranış nümayiş etdirməyəsiniz. Bu sizdən çox şeymi tələb edər? Asudə vaxtı. Bir cədvəliniz varsa, onun hamar keçəcəyini düşünməyin. Buraxılmış görüşlər və ləğv edilmiş layihələr səbəbindən ləngiyəcəksiniz. Məsələn, biraz musiqi və ya kitabla rahatlamağa ehtiyacınız ola bilər. Oğlaq bürcü. Rəğbət qazanmaq bacarığınız olacaq. Cazibəniz bütün qapıları açır. Səbirsizliyinizi yumşaltmaq üçün vaxt ayırsanız, fayda görəcəksiniz. Artan optimizminiz sizi enerji ilə gücləndirir. Əhval-ruhiyyə. Bugün özünüzü daha az qaçaq, daha inamlı göstərəcək və başqalarına doğru daha asan hərəkət edəcəksiniz. Özünüzü xüsusilə yaxşı hiss edir. Qorxmadan yeni görüşlərə, çıxışlara özünüzü buraxa və istə anlar yaşaya bilərsiniz. Sevgi həyatı. Səma sevgi həyatınızı şişirdilmiş bir romantizm hissi ilə rəngləndirir. Dünyanın qalan hissəsinin əhəmiyyəti yoxdur. Realistdən daha çox hissi xəyallara qapılmısınız, tək bir insana fokuslanmısınız. Romantik bir görüş bu xoşbəxt optimizmin mənbəyi ola bilər. Evli olanlar. Tərəfdaşınızla aranızdakı bağı dərk edirsiniz. Dostluq güclü bir sevgiyə çevrilir. Duyğusal ilə fiziki harmonizə edir və özünüzü xoşbəxt hiss edirsiniz. Bu cütlüyünüz üçün fəravət bir dövrdür. Çox zənginləşdirici bir münasibətdir. Subaylar. Bu xeyirxah səma ilə dərinliklərdən yeni xoşbəxtlik cücərtiləri çıxır. Bu əla bir gündür. Həyatınız canlanır, görüşləriniz çoxalır, mübadilələriniz inkişaf edir və yeniliklər yağır. Dost, bir sevgi tapa bilərsiniz. Pul axını. Astroloji təsirlər hər cür uzunmüddətli investisiyalar və maddi yaradıcılığınız üçün əlverişlidir. Üstəlik bankirinizlə mübadilələr daha maraqlı olur. Ona sizi narahat edən sualları verin və yeni bir idarəmə planı hazırlayın. İş həyatı. Zamanlama hissiniz və intuisiyanız bir dəfə mənimsəndikdə möcüzələr yaradır. İşiniz hər sözünüzün qazanılmış auditoriyaya edəcək təsirdən böyük fayda əldə edə bilər. Bu bütün satıcılar üçün yaxşı bir atmosferdir. Asudə vaxtı. Ən kiçik bilinməzliyin marağını oyatdığı bir dövrdəsiniz və bu baxımdan bilik və öyrənmə sahəsində xüsusi və aktiv bir klub qurmağı düşünə bilərsiniz. Varlığınız sizə indiyə qədər yaşadığınız hər şeydən daha cəlbedici görünür. Sosial həyatınız ön plana çıxacaq və inkişafınız üçün güclü bir amil olacaq. Daha sürətli hərəkət etmək bəhanəsi ilə özünüzə qarşı bu qədər sərt olmayın.
ehtiyatlarınızı tükədirsiniz. Mühakimələrinizi yenidən qiymətləndirin. Əhval-ruhiyyə. Gün rahatlamaq, gündəlik iş rejiminizdən çıxmaq və gərginlikləri qovmaq üçündür. Həqiqətən də sakinlik və yaxşı yumor gündəmdədir. Beləliklə, indiki anda yaşamaqdan, xoş vaxtlar paylaşmaqdan və əylənməkdən həzz alın. Sevgi həyatı. Münasibətlərinizdə daha çox səxavət axtarırsınız və intim həyatınız daha zəngin və doyurucudur. Ancaq gizli bir ehtiraj saxlamaq imkanı barədə ehtiyatlı olmalısınız. Bu, nüfuzunuza mənfə təsir edə bilər. Evli olanlar. Anlaşmazlıqlardan ehtiyat edin. Bir böhran keçirirsinizsə, vəziyyətə çarə tapacaq yaradıcı həll yolları axtarın. Ulduzlar sizə ən ümidvari romantik impulslar və ya yeni bir münasibətin çiçəklənməsi üçün əlverişli şərait təqdim edir. Subaylar. Özünüzü gələcəyə proyeksiya etmək və yeni üfüqlərə açılmaq vaxtıdır. Görünməmişin axtarışındasınız. Ağıl macəraların, qeyri-adiliyin axtarışındadır, ürək isə müvəqqəti bir geri çəkilmə edir. Pul axını. Özünüzü aşaraq pul qazanmaq imkanı qarşınıza çıxır. Nəticələr təsirləyici olacaq və öz yaxşı təşəbbüslərinizə təəccüblənməlisiniz. Nəticədə əhəmiyyətli qazanclar əldə edəcəksiniz. Yaxşı etmək istəyiniz sayəsində gələcəyiniz təmin olunur. İş həyatı. Təsəvvürünüz coşur və münasibətləriniz boğulur və ya çaşır. Tərəfdaşlarınızın sizi izləməyə razı olması üçün təkliflərinizi sadə dildə izah etməyi düşünün. Fikirləriniz parlaqdır, amma bəzən anlaşılmaz. Asudə vaxtı. Sağlam düşüncənizi istifadə edin ki, qeyri-real xəyallara qapılmayın. Vəziyyətləri daha mülayimliyə və reallığa qaytarmaq sizin xeyrinizədir. Ürək qırıqlığından və ya məyusluqdan qaçmaq üçün hər şeydə həddi aşmaqdan çəkinin. Balıqlar bürcü. Vəziyyət çox aktivdir. Zehniniz həyəcan halındadır və irəliləməyə qərarlısınız. Zehni vəziyyətiniz lakin istirahət tələb edir. Fiziki yorğunluq bu hadisəni daha da gücləndirəcək. Əhval-ruhiyyəsi. Mənəviyyatınız açıq şəkildə yüksəlir. Bugün heç nə sizi dayandıra bilməz. Adi haldan daha az ağıllırsınız. Ətrafınızda baş verən hər şeyə qarşı həssassınız və sizi gündəlik iş rejiminizdən çıxaran hər fürsəti dəyərləndirirsiniz. Sevgi həyatı. Məmnuniyyət hissiniz tamdır. Çünki başqalarına yönəlmiş duyğusal ehtiyaclarınız çox vaxt nəzərə alınır və böyük incəliklə və dərinliklə qarşılanır. Evli olanlar. Hiss edirsiniz ki, digər yarınız vasitəsilə yenidən doğula və özünüzün birləşmiş və romantik təbiətinizin fərqinə vara bilərsiniz. Buna tək başına nail olmaq qabiliyyətiniz olacaq. Bu da tərəfdaşınızın, duonuzun rəfahında və duyğusal həyatınızın uğurunda iştirak etmək istəyini istisna etmir. Subaylar. Ətrafınızı cəlb etməyi, yaradıcı enerjinizi buraxmağı, sizinlə daha da irəli getmək istəyə biləcək insanları heyran etməyi, xüsusilə yaxınlıqlar həqiqidirsə, getdikcə incə öyrənirsiniz. Xırda-xırdalıq etməyə ehtiyac yox, yaxşı bir gün keçirirsiniz. Pul axışı. Bugün gözlənmədik bir qazanc, bir artım sizə tam sadəliklə gəlir. Keçmiş hərəkətləriniz maddi bəhrəsini verir. Həqiqətən sizin üçün müsbət bir hərəkət davam edir. Fürsəti cəsarətlə tutmaq sizdən asılıdır. İş həyatı. Bəlkə də qəhvə maşınının yanında biraz daha çox qalırsınız. Çünki mübadilələr işinizdə vacibdir və başqalarını dinləməyi çox yaxşı bilirsiniz. Ünsiyyət və psixologiya sahəsində böyük bacarıqlarınız var. Asudə vaxtı. Hazırda çox şeyi qabaqcadan gördüyünüz üçün bütün istəklərə dərhal cavab verirsiniz. Bu sizi özünüzü mükəmməl işlək hiss etməyə imkan verir. Önə çıxan bir rahatlıq zonası sizə bütün cəsarətləri mümkün edir.